Salam, bu gün mən sizə riyaziyyat dərsliyinin birinci hissəsinin iş dəftərinin səhifə 86 və 87-sini izah edəcəyəm. İlk olaraq, gəlin səhifə 86-dakı birinci tapşırığa baxaq. İlk olaraq bizdən A, B, C, D dördbucaqlısı verilib və bunun perimetri 28 cm olduğunu deyir. A, B, C üçbucağının perimetri 24 cm. AC diaqonalının uzunluğu nə qədərdir? BC tərəfi AB-dən 2 cm uzundursa, dördbucaqlının tərəflərinin uzunluqlarını tap. Bunları soruşur. Bu sualları mən sizə izah edəcəyəm. Bizə əgər bu dördbucaqlının perimetrinin 28 cm olduğunu deyirsə, yəni P bərabərdir 28 cm. Sonra isə bizə deyir ki, A, B, C üçbucağı əgər 24 cm-dirsə, perimetri P bərabərdir ABC, o da bərabərdir 24 cm. AC bərabərdir sual. Biz indi bunu necə tapacağıq? Bizə dördbucaqlının perimetri və ABC əgər üçbucaqlısının perimetrini soruşursa və bizə BC tərəfinin DC tərəfinə konkurent, AB tərəfinin isə AD tərəfinə konkurent olduğunu soruşur. Deməli, bu üçbucaqlar bir-birlərinə paraleldir, yəni konkurentdir. Buna görə də biz 28-i böləcək 2-yə bərabərdir 14. Üçbucaqların ümumi perimetrini tapdıq. Ondan sonra isə bizə AC diaqonalını soruşduğuna görə biz ABC perimetrindən, yəni 24-dən çıxacağıq 14-ü. O da bizə verəcək 10. Deməli, AC bərabərdir 10. Bizdən ikinci sualda isə BC tərəfi AB-dən 2 cm uzundursa, dördbucaqlının tərəflərinin uzunluqlarını tapılmasını soruşur. Bizə məlumdur ki, x bir tərəf olarsa, 10 da üzərinə x, üstə gələk 2, bərabərdir 14 olarsa. 14 bayaq biz ABC üçbucağını tapdığımıza görə həmin 14. Tənliyi həll edək. 2x bərabərdir 12, x də bərabər olacaq 6-ya. Və bizdə də əgər biri 2 cm uzundursa, biri 6, digəri isə 8 cm olacaqdır. İkinci tapşırıqda isə bizə dördbucaqlılar verilib və biz o dördbucaqlıların verilmiş x-ləri tapmalıyıq, yəni verilməyən bucaqlarını tapmalıyıq. Sualın şərtində deyir ki, dördbucaqlının rəqəmlə işarələnmiş bucaqlarının dərəcə ölçülərini tapın. A bəndindəkinə baxaq. Bizə dördbucaqlı verilib A, B, C. Bizə A, B, C, D dördbucaqlısı verilib. Bizə x və x üstə gələn onu soruşur. Biz ilk olaraq, əgər A 65 dərəcədirsə, C də 65 dərəcə olacaq. Çünki biz bilirik ki, dördbucaqlının hər zaman iki tərəfi də bir-birinə konkurent olacaq. 65-dirsə, biz bilirik ki, dördbucaqlının daxili bucaqların cəmi 360 dərəcədirsə, 65-in üzərinə 65 gələcək, bərabərdir 130 dərəcə. 360-dan çıxacaq 130 dərəcə, 230 dərəcə. Bizə indi x-i də soruşursa əgər, x üstə gələk x üstə gələk 10 bərabərdir 230 dərəcə olarsa, 2x də bərabərdir 220, x-imiz də bərabərdir 110-a. Beləliklə biz birinci və ikinci bucaqları tapmış oluruq. Deməli, x-i tapdığımıza görə birinci bucaq olacaq 70, ikinci bucağımız olacaq 60. Digərləri isə eyni qaydada həll edilir. İndi isə keçək üçüncü tapşırığımıza. Şəkildə verilənlərə görə tələb olunan bucaqların dərəcə ölçülərini tapın. ABCD əgər paralleqramdırsa, bizə ECD üçbucağı var. Əgər üçbucağın daxili bucaqların cəmi 180 dərəcədirsə, 180-dən çıxacaq 60 üzərinə 50-nin cəminin fərqi. O da bizə bərabər olacaq 70 dərəcə C bucağı. Yəni, bununla da biz B-ni və AFD bucağını tapmış oluruq. B bucağı bərabərdir 110, AFD bucağı da bərabərdir 85. Digərləri isə eyni qaydada həll olunur. Dördüncü tapşırıqda isə təklif doğrudursa quş işarəsi ilə, doğru deyilsə x işarəsi ilə qeyd et. Cavabınızı əsaslandır. A bəndində
Paralleqramın diaqonalları kəsilir və kəsişmə nöqtəsinin yarıya bölünür. Bu bizim kitabda da, dərslikdə də verilmişdir. Bəli, bu fikir doğrudur. Diaqonalları konkurent olan paralleqram rombdur. Xeyr, bu yanlış fikirdir. Diaqonalları perpendikulyar olan paralleqram düzbucaqlıdır. Bu da yanlış fikirdir, çünki rombdur. Paralleqramın diaqonalı onun bucaqlarının tənböllənidir. Bu da yanlış fikirdir. Kvadrat düzbucağı olan rombdur. Bəli, bu fikir isə doğrudur. Bizə indi 5-ci tapşırıqda isə sualat cavab ver deyir və A bəndində 2 bucağın fərqi 50 dərəcə olan paralleqramın bucaqlarının dərəcə ölçüləri nə qədərdir? Biz bunu necə tapacağıq? Biz tənlik quyruğu ilk olaraq x üstə gərək x üstə gərək x üstə gərək 50 üstə gərək x üstə gərək 50 bərabərdə 360 dərəcə. Çünki biz bilirik ki, dördbucaqlının, yəni paralleqramın daxili bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir və sonda isə tənliyi həll edərək x 65 dərəcə tapırıq və biz bilirik ki, paralleqramın daxili tərəfləri bir-birinə konkurentdir. Ona görə də 65 dərəcə və 115 dərəcə alınır. B-də düzbucaqlının diaqonalları arasındakı bucaq 60 dərəcə, diaqonalların uzunluğu isə 10 cm olarsa, 12 tərəfin uzunluğu nə qədərdir? Burada biz onu 2-yə bölərək 5 tapacağıq cavabı. Çünki əgər bir diaqonal 60 dərəcədirsə, digər diaqonal ondan 2 dəfə çox olur, yəni 120 dərəcə. Ona görə də 10 da bölür 2, o da bərabər 5 dərəcə. Z bəndində isə bucaqlardan biri 120 dərəcə, kiçik diaqonal isə 6 cm olan rombun perimetri nə qədərdir? Rombun əgər bütün tərəfləri bərabərdirsə, 4-ü vuracaq 6-ya, bərabərdir 24 cm. Perimetri 24 cm, yan tərəfi 5 cm olan bərabər yanı trapesiyanın orta xətti neçə santimetrdir? Biz bunu düsturla həll edirik. 24 bərabərdir A üstə gərək B üstə gərək 2 vurulsun 10. A üstə gərək B də bərabərdir 14. M də bərabərdir A üstə gərək B bölünsün 2. O da bərabərdir 14 bölünsün 2. O da bərabərdir 7. Bugünkü izahımız isə bu qədər. Kanala abunə olmağı və like atmağı unutmayın.